Bu bağda mən danışmıram. Qoy bağ özü danışsın. Əziz izləyicilərimiz, 6 sotun içində bir dənə şəxsi tikili, bir dənə bağ evi ilə gəlmişik sizin qarşınıza. 5 otaqdan ibarətdir. Bax, hal-hazırda biz dayanmışıq hovuz yerləşən hissədə, əziz izləyicilərimiz, 6 sotun içində hovuzumuzda ki, aşma hovuzdur. Daşma deyil, bu aşmadır. Görürsüz? Həqiqətən çox dizaynla, çox super inşa olunmuş evdir. Həyətində dekorativ ağacları, yəni meyvə ağacları da əkib burada qardaşımız. Bağımızın yerləşmə yeri Albalıda yerləşir. Albalının sakit və gözəl havası olan ərazidə yerləşir. Belə deyək də, sırf bağ evi kimidir əziz izləyicilərimiz. Yəni yolun kənarında ev axtaranlar bu evə görə zəng eləməsin. Sırf sakitçilik, bağ evi istəyənlər, bu evlə əlaqə saxlasınlar, gəlsinlər, həqiqətən də keyfiyyətinə öz gözləri ilə şahid olsunlar ki, bu evin tikintisində hər bir şey düşünülüb və elənilib. Görürsünüz, bu evimizin sol tərəfindən də arxasında keçidi var. Giriş qapımız göstərəcəm sizə. Sağ tərəfindəndir. Evimizin qarajı da var. Gedək evimizin giriş hissəsini göstərək qardaşım. Azad tələsmə qardaşım. Azad tələsir evin içinə girməyə. İzləyicilərlə tanış eləmək lazımdır. Bu giriş hissəmizdir. Orada bizim bu giriş qapımızdır, kayıtka qapımızdır. Orada da geniş qarajımız var. Qarajını da göstər. Evimizin ikinci mərtəbəsindən 2 dənə otağın geniş terası var, balkonu var. Bu əsas giriş hissəmizdir evimizə. Gəl biz bu tərəfdən daxil olaq evə. Çox sakit, gözəl ərazidədir evimiz. Qiymətini də deyim indidən sizə 380 min manatdır. 380 min manatdan real alıcıya endirimimiz də olacaq inşallah. Daxil olaq evin içinə, otaqlarla sizi tanış edeyim. Baxın əziz izləyicilərimiz, evimizin bağ hissəsi olan tərəfdən giriş elədik biz. Girən kimi sol tərəfdə mətbəximiz yerləşir. Bahalı, keyfiyyətli mətbəx mebelidir. Yəni soyuducumuz da var. Qardaşım, bir dənə qonaq otağını çək. Amerikan stildə qonaq otağımız. İstilik sistemi evdə həm kombidir, həm də isti döşəmədir. Qonaq otağımız çox genişdir. Yəni bu evdə istifadə olunan, təmirində istifadə olunan materiallarından tutmuş hər bir şey çox keyfiyyətlidir. Mərtəbələr arası monolit. Bu giriş hissəmizdir. Giriş hissədən yəni əsas qapı budur. Girən kimi burada dolabımız yığılıb. Sağ tərəfdə bir yataq otağımızdır. Çox geniş yataq otağıdır. Görürsünüz. Həqiqətən dosta qardaşı qismət olası evdir. Yataq otağının yanında yerləşir bizim çamaşırxanamız. Kombo otağıdır, çamaşırxanadır. Gəl qardaşım. Bir dənə hamam otağını keyfiyyətlidir. Qapılarımız, hər bir şey keyfiyyətlidir. Bir dənə hamam otağını çək. Bəh. Həqiqətən görsənir ki, bu evdə qardaşımız iş görür. Gəl. Azad, qalx buradan yuxarı, bir dənə buna şey qoşacağım. Fıçı. Fıtı. Bəli, izləyicilərimiz, baxın, biz qalxdıq evimizin ikinci mərtəbəsindəyik hal-hazırda. Bayaqlarda vurğulamışdım, yenə də vurğulayıram. Mərtəbələr arası monolitdir. Burada bir yataq otağımız yerləşir bizim. Yataq otaqlarımız hamısı genişdir. 5 otaqdan ibarətdir. İkinci mərtəbədə 3 dənə yataq otağı yerləşir. Bir yataq otağının daxilində hamamı və qardırobu və ümumi hamam otağı da var. Bu bizim bir terasımızdır. Evimizin bağçasına açılan terasımızdır. Ətrafdakı elə sakitçilikdir. Həqiqətən adama huzur verir bu ev. Buranı çək qardaşım, hamam otağını. Ümumi hamam otağını çək. Aksesuarlarımız hamısı hazırdır.
Gəl qardaşım, bir dənə digər yataq otağını çək. O gözəlliyi görsün bizim izləyicilər. Bəh də. Xoşuma gəldi. Azad. Necədir qardaşım? Bura bir dənə TV. Super də. Buranın TV-ni qoyursan. Mən düşməyim. TV-nin də qabağına bir dənə divan atırsan bura. İstirahət üçün də. Həm istirahət, həm də yataq otağı. Yerləşir burada hamam otağımız. Və bir dənə də qardırobumuz yerləşir. Burada bir dənə də nüans var idi. Onu da göstərmək istəyirdim mən. Gəl bura Azad. Qardaş. Çıx bura. Bu yataq otağı həqiqətən eksklüziv yataq otağıdır. Bəli, biz gəldik videomuzun sonuna. Albalının ən sakit güşəsidir bura izləyicilərimiz. Ən sakit. Bir dənə quşların səsi, nə bilim. Həm dənizin havası gəlir. Bilgəhə də yaxındır buradan, Buzovnaya da yaxındır. Albalı birdə yerləşir. Taksimatorun deyilən ərazidədir. 6 sotun içində 5 otaq, şəxsi özünə tikilmiş bağ evi axtaranlar əlaqə saxlasınlar. Səhifəmizdə əlaqə nömrəsi yerləşdirilib. Start qiymətimiz 380 min manatdır. Real alıcıya qəşəng endirimimiz var. Sənət də ki, kupsadır yəqin ki. Sağ olun, bu günə bu qədər.